Dopamin detoksu ilə bağlı yeni bir video ilə qarşınızdayım. Bu videoda dopamin detoksunu daha yaxşı analiz etdik, daha yaxşı müzakirə edəcəyik və dopamin detoksu haqqında bildirmədiyim əlavə məlumatları və taktikaları bildirəcəm. Kanalıma xoş gəldiniz. İmtahan ili və dopamin detoksu. Məlumdur, biz bu il imtahan vermək zorundayıq və halıyla dopamin detoksu etməyə də ehtiyacımız var. Bilməyənlər üçün dopamin detoksunun nə olduğunu qısaca bir keçin. Sənə rahat yoldan xoşbəxtlik verən hər şey tip dopamin adlanır, yəni ucuz dopamin. Və bu ucuz dopamindən özünü məhrum qoyma prosesinə isə dopamin detoksu deyilir. Gəl sənə nümunə ilə başa salım. Məsələn, gündə 3-4 saat oyun oynayan bir insansansa, heç oyun oynamamaq sənin dopamin detoksunda olduğunun göstərgəsidir. Çox yeyən bir insansansa, diyetə başlamağın dopamin detoksunun bir göstərgəsidir. Biz bunlara dopamin detoksu deyirik. Bəli, indi isə mövzumuza qayıdaq. İmtahan ili və dopamin detoksu. Məlumdur, imtahan verəcəyik, 11-ci sinif və ya 9-cu sinif fərq etməz. Telefon, sosial media və ya digər ucuz dopamin qaynaqlarından uzaq durmağa çalışırıq. Bunun üçün də bizim dopamin detoksuna ehtiyacımız var. Dopamin detoksu dediyim kimi yenə də 3 yerə bölünür: asan, orta, çətin. Ən çox 11-ci sinifdə tövsiyə etdiyim orta və çətin dopamin detoksları olardı. Dopamin detoksu edərkən əvvəla özünüzə videoları, qısa videoları qısıtlayacaq telefona proqramlar yükləyin. Məsələn, mən no scroll işlədirəm, onu da indirə bilərsiniz. İkinci, hal-hazırda işlətdiyiniz sosial media hesabları varsa, əgər video çəkmirsinizsə, əgər video paylaşmırsınızsa, onları silməyinizi tövsiyə edərdim. Məsələn, Instagramda sadəcə dostlarınla yazışırsansa, TikTokda sadəcə dostlarınla yazışırsansa, onlara deyə bilərsən ki, məsələn, mən bu il imtahan verəcəm, ona görə bir müddət bunlardan aralı qalmalıyam. Əgər mənlə əlaqə qurmaq istəyirsənsə, WhatsApp nömrəmə və ya başqa bir platformadan bir yerdə danışa bilərik. Bəzi yoldaşlarımız var ki, özlərini sanki sadəcə dostumla danışıram adı ilə aldadırlar. Amma bir də görürsən ki, o Reels və qısa video bataqlığının içində 1-2 saatdır dolaşırlar və özlərinin belə bundan xəbəri olmur. Soruşanlar üçün deyim, hal-hazırda Instagram və TikTok işlətmirəm. YouTube-u da işlətməyimin səbəbi bu kanalı istifadə etmək üçündür. Tənbəl olmaq sənin günahın deyil. Bunu motivasiya olsun deyə demirəm. Həqiqətən də sənin günahın deyil. Günümüz bizi o vəziyyətə gətirib ki, artıq bizi bilə-bilə tənbəl etməyə çalışırlar. Vaxtı ikən insanlar işləyir, əziyyət çəkir, onun əvəzində pul qazanıb müəyyən nailiyyətlər əldə edirdilər. Sistem o qədər asanlaşıb ki, çarxın içində fırlanan bir siçana dönmüşük. Yəni deməyim ondadır ki, sistem bizi kölələşdirmək, tənbəlləşdirmək istəyir və biz buna qarşı mübarizə etmək zorundayıq, məcburiyyətindəyik. Çünki gələcəkdə hər birimiz bir fərd olacaq, bir yetişkin insan olacaq, bir ailə üzvü olacaq və biz bu ailəyi qorumalı, saxlamalı və bu ailənin nümunəvi bir fərdi olmalıyıq. Buna görə də əlimizdən gələni ardımıza qoymamalı, var gücümüzlə çalışmalıyıq və rahat yolla qəbul edilən zəhərlərdən özümüzü təmizləməliyik. Dopamin detoksu biolojik olaraq. Biolojik olaraq dopamin detoksu bizə deyir ki, bir həftə edənlərdə bu nəticə müşahidə olunur. Motivasiya qalxması, ruhi yüksəklik, xoşbəxtlik, özgüvən, öz sayğı, tədbirlilik, diqqət dağınıklığının aradan qalxması, fokuslanma, yuxuda baş verən yuxu görmələrin artması kimi hadisələr müşahidə edilir. Dopamin detoksunu istədiyin formada edə bilərsən. Kino üçün, sosial media üçün, qida üçün və ya bənzəri zərərli vərdişlər üçün bunu edə bilərsən. İradə tərbiyəsi və dopamin detoksu. Dopamin detoksu etmək sənin iradəni çox gücləndirir. Bəli, sən əgər nə qədər yox desən, sənin iradə əzələn, yəni prefrontal korteksin bir o qədər də güclənir. Hər dediksə isə bu zəifləyir. Yəni limbik beynin fəaliyyətə keçir. Prefrontal korteksin gücləndiyinə görə artıq qərar alarkən, dərs çalışarkən, idmana gedərkən, ay gedimmi, gedməyimmi deyə düşünmürsən. Çıxıb gedirsən və ya dərsini çalışa bilirsən. Dopamin detoksu necə edilməlidir? Dopamin detoksu etmək üçün əvvəla bu haqda məlumatlanmaq lazımdır. Dopamin detoksunu körü-körənə etməməli, nə özümüzü çox boş buraxmalıyıq, nə də özümüzü çox sıxmalıyıq. Kiçik-kiçik, xırda-xırda addımlarla başlayıb günün sonunda müəyyən zərərli vərdişdən xilas olmalıyıq. Məsələn, nümunə verim. Gün ərzində 5-6 saat oyun oynayan biriyəm.
Məsələn, mən bu 5-6 saatı bir gündə kəssəm, ikinci gün mənim buna qayıtma ehtimalım %200-dür. Çünki mən əvvəl axır qayıdacam o oyunu oynamağa. Ancaq məsələn mən 6 saat oynayıramsa, onu sabahsı gün 5 saat, daha sonra 4, 3, 2, 1 ta ki yarım saata qədər çəkə bilərəm. Və bununla da öz cəhənnəmimi yarada bilərəm. Sadəcə 3 günə nəticə desəm, əlbəttə kimsə inanmayacaq. Ancaq özün müşahidə et. Heç 3 gündə demirəm. Son 48 saat içində nəticələri özündən müşahidə edə bilərsən. Dərs oxumağa niyə həvəssizsən? Bax, məhz buna görədir. Dopamin detoksu etmək dərslərdə performansını və həvəsini qaldıracaq. İnan mənə. Bunu təcrübə etmiş bir insan olaraq mən sənə deyirəm. Qidalanma və dopamin spikı. Dopamin spikı nədir? Dopamin spikı biz müəyyən bir şey edən zaman dopaminin anidən qalxıb aşağı düşmə hadisəsinə deyilir. Məsələn, biz kitab oxuduqca dopaminimiz yavaş-yavaş tədricən qalxır. Ancaq məsələn, oyun oynayan zaman iynə şəklində, yəni spike şəklində dopamin qalxır və bir o qədər də sürətli enir. Ona görə məsələn, bəzilərimiz müəyyən şeylər etdikdə, müəyyən zərərli vərdişlərə yaxınlaşdıqda özünü daha sonra peşman edir. Çünki ani bir dopamin düşüşü yaşayır. Qidalanmada da belədir. Nə qədər çox zərərli, şəkərli, fast food qidaları yesən, bir o qədər də dopamin spikına məruz qalacaqsan. Öz güvənin düşəcək, çəki alacaqsan, hətta əzələni itirmə təhlükəsi ilə də qarşı-qarşıya qalacaqsan. Yekun olaraq, dopamin detoksunun faydaları haqqında məncə danışmağıma ehtiyac yoxdur. Zaten bu faydaları bilirsən. Dopamin detoksunun necə bir şey olduğunu, dopamin detoksunun necə ediləcəyini anlamadınsa, kanalda bu haqda bir video yükləmişdim. Onu da buraya qoyacağım. Həmin videoyu da kanaldan izləyə bilərsən. Bəli, hal-hazırda şəxsi inkişafla bağlı bir WhatsApp kanalımız da var. Əgər videolarım xoşuna gəlirsə, videolarımı izləməkdən zövq alırsansa, həmin WhatsApp kanalına açıqlamadakı linkə basaraq qoşula bilər, bizim fikirlərimizlə maraqlana bilər və günlük yeniliklərdən xəbərdar ola bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.